Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi salamlayırıq. MTV kanalında yenə də geriyə baxacağıq. Çünki bugün dəyərli bir qonağım var. Azərbaycanın musiqi mədəniyyətində xidmətləri olan bəstəkar, xalq artisti Eldar Mansurovdur bugün studiyamızın qonağı. Xoş gəldiniz, axşamınız xeyir olsun. Necəsiz? Evet, çok sağ olun. Teşekkür ederim dəvətə görə. Birinci dəfə deyir, sizinlə oturup danışırıq. Doğmasınız, mənə çox doğmasınız. Həm canlı verilişlərdə, həm də ki, belə çəkilişlərdə. Tədbirlərdə, bəli, görüşürük. Əslində, bəstəkarlar çox böyük insanlardır. Onların yəni, yaradıcılığına qiymət verərkən, xaricdə də belədir ki, yəni, xarici dövlətlərdə necə görürük. Müğənnilərdən də çox bəstəkarlar önəmlidir. Çünki o mahnıları yaradan məhz o insanlardır. Hətta bəstəkar o qədər böyük söz sahibidir ki, bəzən müğənninin ifalarına qadağa qoya bilir. Yəni, xalq baxmayaraq ki, məsələn, qarşılaşmışdıq Qayaxanla Nilüfərin məsələsində Türkiyədə, yaxın Türkiyədən sitat gətirsəm. Məsələn, onların müqaviləsi var idi ki, Qayaxanın yazdığı mahnıları Nilüfər oxuya bilərdi. Amma sonra münasibətləri pozulandan sonra xalq konsertlərinə belə çıxmağa qadağa qoymuşdu. Nilüfər o mahnıları belə xalq konsertlərində, yəni pulsuz oxuduğu konsertlərdə belə oxuya bilməzdi. Yəni bu da bəstəkarın hökmü, söz sahibi olmağı demək idi. Mən sözünüzə qüvvət bir şeydir ki, Qayaxandan fərqli olaraq, mən heç aram olmadığım müğənnilərlə olanda, mən bunlara heç vaxt qadağa qoymuram. Yəni ki, bu musiqi yazılıb kimin üçün? Xalq üçün, cəmaat üçün. Və xalqın malıdır artıq. Yəni, mən yazdım, kimsə ifa elədi. Xalq əgər sevdisə o musiqini, o parçanı və filan kesin ifasında, nətər onu qadağa qoymaq olar? Heç cürə. Mən gəl ki, düzgün deyir bu. Ona görə mən o qadağa sözündən uzaq gedirəm həmişə. Yəni ki, olmaz elə şey eləmək. Bilsən nətərdir? Bu mahnını məsələn də edirsə, bayağı bir dənə şeydir ki, başqa adamlar məsələn də oxumamaq üçün şey elədi. Yəni ki, mən nə edərdim? Mən məsələn, hərdə kiminəsə məsələn, olur da məsələn, bir mahnını ki, məsələn, istəmirsən oxusun filan kes, nə edə bilərsən? Mən əvvəla mahnının haqlarını heç kimə vermirəm. Yəni ki, mənim mahnımdır. Yazmışam sənin üçün, sən oxu. Qəşəng oxumursan, səndə qalır, başqa heç kimə vermirəm. Biraz zəifdir, görürəm, səndən yaxşı oxuyan var bu mahnını. Mən o mahnını o adama təqdim edim, o da oxusun. Yəni ki, bu cürə ilə əvvəla mahnı hamı üçündür. Bəli. Rəşid Beybutov oxuduğu mahnıları bugün heç kim oxumamalıdır. Və yaxud Şövkət xan, Ələkbərov. Onların oxuduğu mahnıları hamı oxumalıdır. Müslüm Maqabayev oxuyub da o More. Bəli. Adam qalmadı bugün Azərbaycanda, hamı oxuyur bu mahnını. Desinlər ki, yox, bu onun üçün yazılıb, olmaz. Onlara bəstəkar gərək həmişə elə bir siyasət tutsun ki, yəni ki, müğənni də, ola bilər bugün aramız var, bugün sabah aramız yoxdur. Yəni musiqinin ona dəxli yoxdur. Çünki ortada əsas kimdir? Dinləyici xalqımızdır. O xalqa görə hər şeyə qurban verəsən. Eldar, mən bir sual verəcəm sizə. Allah sizə uzun və sağlam ömür bəxş eləsin. Mən də onu istəyirəm, uzun sağlam ömür. Bəli. Və yaradasınız, biz də sizin musiqilərinizi dinləyək. Hərçənd ki, daha mahnı yazmırsınız, simfonik əsərlər yazırsınız. Bunu da birazdan danışacağım. Amma indi Qayaxandan söhbət düşdü. Fərdi Tayfur dünyasını dəyişdi. Bilirsiniz, Türk dünyasının böyük bir sənətkarı idi, bəstəkarı idi eyni zamanda da. O, maraqlı bir addım atdı. Dünyasını dəyişməzdən daha öncə çıxdı mətbuatda, televiziyada çıxış elədi. Dedi ki, mən bütün mahnılarımı bağışlayıram. Hamı, kim istəyirsə oxuya bilər. Mənim övladlarımın kiməsə qadağa qoyma, gələcəkdə qadağa qoyma şansı yoxdur. Yəni, mən bunu, bu qadağanı, mənim övladlarım yazmayıb ki, kiməsə də qadağa qoyalar ki, olar ya olmaz. Mən bütün mahnımı yazdığım mahnıların hamısını sizə bağışlayıram, dedi. Bilmirəm, izlədinizmi yoxsa yox? Mən də şey deyirəm. Bəli, siz bunu danışanda mənim artıq o yadıma düşdü deyə istədim ki, o fikri bildirim. Gəldirəm, bu xalqın malıdır artıq. Bəli. Məsələn, götürərək ki, bizim xalq mahnılarımızı, küçələrə süsətmişəm mahnısını kim yazıb? Bəlkə də kimsə yazıb onu. Bəli, amma xalq mahnısı kimi adi küçədə oxunan mahnı deyil. Yəni, kimsə bu mahnını nə vaxtsa yazıb edib. Bəstəkarın adı da unutulub onu yazanında. O da belə heç peşəkar bəstəkar olmayıb bəlkə də o adam. Amma mahnı bugünə qədər yaşayır. Deməli, bu artıq xalqın malıdır. Bizim mal, yəni ki, konkret kiminsə mal deyil.
Bəli. Belə. Özünüz necəsiz? Bağda mı yaşayırsınız? Necə Yox, gedir mən həyat? Yox. Mən bağda yaşamıram, evdə yaşayıram. Çünki evdə işlərim çoxdur. Musiqi yazmaq evdə daha sərf edir, daha çox sərf edir. Çünki evdə bütün şəraitim var. Bağa getsəm, belədir ki, mənim əvvəla bağım yoxdur. Bağa getsəm əgər, mən gəlib bağdan hər dəfə gəlib şəhərə gələm. Çünki çox şeylər, məsələn də musiqi ilə bağlı evdədir, məsələn də evdə lazım olur. Ona görə heç yerə getməməkdən ötürü sakit otururam evimdə. Evdə işləyirəm və belə. Evdə həm də ki, rahatdır da, öz evindir, bilirsən, şəraiti özün yaradırsan və belə. Simfonik əsərlər yazırsınız. Necə oldu ki, simfonik əsərlərə keçid aldınız? Yəni mahnılar, biz sizin mahnılarınızı çox dinləyirdik. Yox, mən keçid almamışam simfonik janra. Mən nə edim? Mən elə konservatoriya daxil olanda bəstəkarlıq fakültəsinə mən onda dedim ki, o vaxtda da mahnılar yazırdım. Bəli. Yəni ki, o vaxt mən rock qruplarda da çaldırdım, edirdim. Yəni ki, orada o vaxt instrumental musiqilərim daha çoxdur mənim və mahnılar da vardı, kimlər üçünsə yazırdım. Amma bəstəkarlığa daxil olandan sonra konservatoriya sırf ancaq özümə akademik musiqiyə həsr elədim və başladım ancaq ciddi musiqi ilə. Daha da çox sevdim mən bu janrı. Nəyə görə? Çünki mən gözümü açandan, atam mən uzun illər operada işləyib. Atam geldi tamaşalara, mesela Leyli Məcnun'dur, başqa əsərlərdir. Orada tar çalırdı. Mən də otururdum yanında, hələ orkestra yama deyirlər orada. O orkestrdə, o aşağıda oturdum atamın yanında, qulaq asırdım. Yəni o simfonik orkestrin alətlərinə orada başladım öyrəşməyə, olan səslərinə, olan hər birinin nə deyir, bu cürə. Eldar müəllim, ən gözəl əsərlərinizi nə zaman yazmısınız? Deyirlər ki, insan ən çox xoşbəxt olanda yaza bilir. Razılaşırsınızmı bu fikirlə? Yox. İnsan, mən məsələn özümdən götürürüm. Mən belə xoşbəxt olanda yazmaq elə şey yoxdur. Adamın keyfi kök olanda yazmaq həvəsi yox olmur. Adam gəlib bir qanı qaraçılığı olsun, bir bazı öz daxilində, nədənsə sıxıntısı olsun. Onda görsən ki, hələ bir ki, o momentdə gəlir yaradıcılıq sənə. Hələ bir ki, gəlir sənə kimlər tərəfindən mələkələr deyirlər, kim deyirlər, onlar göndərir sənə. Özdə çox gözəl görsən ki, həzin bir melodiyalar göndərirlər. Bu cürə. Mən məsələn belə baxıram. Eldar müəllim, sizin çox böyük bir yaradıcılıq gecənizi keçirdilər Avropada. O görüntüləri mən də görmüşdüm. Hətta bu haqda danışmışdıq da tədbirlərin birində. Çox qürurlandıq, çox duyğulandıq. 21-ci əsrdə yeganə Azərbaycan bəstəkarı siz idiniz ki, sizə belə bir yaradıcılıq gecəsi keçirdilər. Nələr hiss elədiniz, duyğulandınızmı? Əslində daha da gözəllərinə layiqsiniz. Amma qərib ellərdə xatırlamaq, o cür təntənəli şəkildə qeyd etmək hər halda duyğulandırır insanı. Çox. Nəyə görə duyğulandırır? Əvvəla başqa mühitdir. Xarici ölkədir, sən dili bilmirsən. Bir belki burada Azərbaycanda nəsə yazırsan, kimsə neysə başa düşmədi, soruşur, cavab verirsən. Orada soruşub, mən də cavab verim, elə söhbət yoxdur. Mənim yerimə mənim musiqim danışır. Yəni, mənim musiqim elə olmalıdır, elə onlara təsir etməlidir ki, onlar o musiqini anlasınlar və o musiqiyə yanaşmaları onların mənim aləmdə gərək olsun çox yüksək və gözəl yanaşma olmalıdır. Adam var, xoşuna gəlməyə bilər, yəni bu belə bir şeylərdir. Amma mənim özüm üçün doğrudan belə bir fəxarətdir. Mən açığı, burada mənim Bakıda ondan yuxarı konsertim olub, müəllif gecələrim olub, həm mahnılar olub, simfonik musiqi də olub, belə müxtəlif. Amma xaricdə birinci dəfə idi mənim yaradıcılıq gecəm keçirilirdi. Və ona görə mən oradan çox təsir edildi. Məsələn, həvəsimə düşdü və qarşımda məqsəd qoymuşam ki, ömrümün sonuna qədər mən hələ bu xarici ölkələri geri gezəm, hər birində yaradıcılıq gecələrimi keçirdəm. Və bu cür ilə mənim ən çoxu nə xoşuma gəldi. Bizim səfirlik də orada çox yaxşı təbliğat iş yapardı və 25 ölkənin səfirləri, sonra konsulları, hamısı gəlmişlər o konsertə. Və mənim yanımda oturmuşdular, yuxarıda biz amfiteatrda oturmuşduq və onlar baxırdılar bu konsert. Sonra konsert qutarandan sonra
gördüm ki bir hamısı yaxınlaşırlar, təbrik edirlər. Doğrudan çox qürur vericidir. Əsas mən hamısının içində düzdür, Eldar Mansur var, mənim musiqimi bəyəndirsə, mənim üçün böyük fəxirdir. Amma əsas mənim üçün qürur o idi ki, mən Azərbaycanlı, mən xarici ölkədə Azərbaycanı təbrik edirəm. Mən gərək öz musiqimi elə bir musiqi olaraq təklif edirəm ki, onlar konsertdən çox belə Feyziyab olsunlar. həm feyziyab olsun, da davolli geçsinlər. Mən öz dilimdə danışıram belə. Razı Yəni qalsınlar. çox razı qalsınlar. Neçə əsəriniz səsləndi? Orada bir saatdan yuxarı 1 saat 15-20 dəqiqə getdi konsert. Orada 11, 12, 13, 12 əsər səsləndi. Yəni simfonik janrda olan musiqilərdir. Və bu cürə mən simfonik musiqi həmişə yazmışam. Yəni konservatoriya daxil olandan mən ciddi musiqi ilə məşğul olmuşam və simfonik musiqi həmişə olub mənim yaradıcılığımda. İntihası belə oldu ki, müəyyən bir vaxtda mənim simfonik musiqilərimi göstərməyə biraz imkan çətin oldu. Yəni ki, müəyyən səbəblər var idi. Və mən məcburdum ancaq mahnılarımı göstərməyə. Mən mahnılarımı göstərdim və mahnılarla da mənim baxtımdan belə oldu ki, mahnılarımı da bəyəndilər və gördüm ifaçılar bir hamısı əvvəl tanımışlar, sonra gənclər. Hamısı başladılar bir mənə yaxınlaşmağa, mahnı istəməyə. Və belə getdim mahnı janrı. Amma simfonik janr həmişə var idi. Mən simfonik janrdan dəfələrlə istifadə eləmişəm tamaşa musiqilərində, kino musiqilərində. Yəni orada mənə şərait verirdi, imkan verirdilər ki, rejissorlar bax bu necə istəyirsən, məsələn, simfonik janr istəyirsən, kamera janrı, necə istəyirsən o cür yazgına. Əsas onların tələbatına mən razılıq verim. Bax belə. İfa eləyənlər xaricilər idi, xarici musiqiçilər. Elə, yəni ki, buradan mən orkestr aparmaq üçün gərək bir vaqonda pul aparasan ki, onları çaldırasan orada. Necə ifa edirdilər? Yox, orkestr onlarındır. Mən açığı indi əsasən işimizə elə qururuq həmişə ki, orkestr, hamısı solistlər də oradan olsun. Mən buradan ancaq dirijorla gedirəm. Dirijor da ki, deyər ki, Bakıda ən istedadlı dirijorlarımızdan biri, yəni ki, deyər bizim Üzeyir Hacıbəyov adlı simfonik orkestrin həm bədii rəhbəridir, həm də ki, baş dirijorudur, Fuad İbrahimov. Və onu ilə deməli getmişdi və Bakıda da konsertimi o elədi. Təkcə odur, yəni Bakıda daha bir dirijor var, Mustafa Mehmandarov. O da çox gözəl dirijordur. Mən bir sıra əsərlərimi o da müxtəlif konsertlərdə deməli ifa edib. Və Fuad orada, əvvəla Fuad özü çox böyük musiqiçidir. Fuad özü çox gözəl orkestr rəhbəri olduğuna görə dilləri də bilir. Dünyanın bir çox ölkələrində konsertlərdə gedir, iştirak edir. Dünyanın müxtəlif orkestrləri ilə. Ona görə ona bu şey çox tanış olduğundan onun üçün çox asandır bu barədə işləmək. Və belə. Bəs ifada necə? Fərq var idimi? Simfonik əsərlərin, yəni orkestrın ifası onsuz da əzəmətli olur da. Yəni burdakilarla ordakiların nə fərqi var idi? Tamaşaçı baxımından, məsələn, dinləmə mədəniyyəti nə dərəcədə fərqli idi? Bax, başlayım o şeydən, dinləmə mədəniyyətindən. Burada da mənim konsertlərimdə eləncə oldu. Təxminən 13 dəqiqə cəmaət ayağa qalxmışdı, əl çalırdılar. Yəni o əl çalmağın da doğrudan böyük bir belə bir çox adamın bir təyər gəlir ki, nətə əvvəl qarışıq əl çalırlar, sonra görsən başla ritmlə əl çalmağa. Sonra görsən gəl başla qarışıq əl çalmağa, gəl ritmlə əl çalırlar. Yəni bunlar tamaşaçılar da onlar bilirlər necə əl çalmağı, hansı yerində, hansı momentində. Ondan başqa məsələn orkestr deyirsiniz. Bizim də musiqiçilər çox gözəl orkestrimiz var, musiqiçilərimiz var. Amma fərq ondadır ki, mənim üçün məsələn o ləzzət edir orada məsələn nə? Fuad məsələn də onun rəhbərliyi ilə elə dirijorluq edir ki, məsələn onlara yaddır Azərbaycan musiqisi. Onlar elə başa salır, mən məşqlərdə gördüm onu Fuadı. Onlara necə göstərdi, başa salırdı onları. Necə çalmaq lazımdır, Azərbaycan ritmlərini, Azərbaycan melizmalarını
Və onlar da görürüm ki, çox gözəl çalırdılar onu. Yəni ki, hiss olunmurdu ki, bunu Avropalı çalır. Amma bizimkilər bilirlər bu şeyləri. Yəni ki, Azərbaycan orkestridir bu. Amma oradakılar üçün bu bir balaca yeni olduğuna görə bax bu cürə alındı. Amma onlar üçün də maraqlı olub yəqin ki. Onlar üçün də mən hətta Fərqli idi. konsertdən sonra gəldim Bakıya, gördüm məktub yazdılar ki, siz əgər bir dənə də konsert eləmək istəyirsiniz bir də bizdə Budapeştdə, istəyirsiniz Bakıda bizi dəvət edin, biz gəlin çalaq. Artıq bilirik sizin əsərlərinizdən dəstxətli bizi də. Bu barədə doğrudan çox fəxrlidir. Belə. Bir söz də var, deyirlər musiqinin sərhəddi yoxdur. Yəni O düzdür. Musiqinin sərhəddi olmur. Məsələn, mən konsertlərimdə, məsələn, xaricdə mən Macaristanda konsert verəndə bizimlə getmişdi Nərgiz Kərimova, soliska, müğənni, soprano. Əsərin biri vokalizidir, yəni ki, sözsüz mahnı. Digər əsər ingilis dilində eləmişdim sözləri, yəni ki, yazdırmışdım ki, ingilis dilində oxusun. Çünki mən açığı getdim Macaristanda, çıxmışam Budapeştdə şəhərə. Hara gedirik, otururuq, istəyirsən restoranda, istəyirsən haradasa gezintiyə çıxanda. Bunlar hamısı Avropa ölkəsində, Mərkəzi Avropadır. Həm öz dillərini bilirlər, Macar dilini, həm də qəşəng danışırlar hamısı ingilis dilində. Bir dənə mənəm oturmuşam, nə dil bilirəm, nə bir şey ola gidirəm, sən ki, başqa da heç nə bilmirdim mən. Bax, bu cürə ilə. Yəni ki... Sizin əsərləriniz danışıb da, onların özü danışıb, amma sizin əsərləriniz danışıb. Yəni, əsas odur ki, musiqi, yəni ki, özü cavabını verməlidir. O musiqi deməlidir, sözsüz, zadsız. Məsələn, Azərbaycan dilində orada eləyə bilərdim bir mahnı, məsələn, Azərbaycan dilini başa düşməyəcəklər, nədən gedir söhbət. Amma ingilis dilində olanda hamısı başa düşür. Yəni ki, beynəlxalq dildir də ingilis dili ona görə. Amma çalışıram ki, elə olsun ki, vokalist şəklində olsun. Yəni, sözsüz musiqilər olsun da, müğənni oxuyanda, nazad, belə bir şeylər də oxuyur. İndiki cavanlarda, bəylərdə və xanımlarda nəyi görmək istəyərdiniz ki, nə yoxdur? Gənclərə, məsələn, onu demək istəyərdim ki, baxsınlar, öyrənsinlər. Təkcə interneti, ingilis dilini bilməklə açırsan, knopkana basırsan zadda, internetdə zadda nələrsə öyrənirsən, heç olmazsa baxsınlar ibrətamiz verilişlərə, baxsınlar ibrətamiz adamlardan öyrənsinlər ki, cəmiyyətdə özünü aparmağı, hər sözü hər yerdə danışmaq olmaz. Danışığın tərzi var. O danışıq tərzini, yəni ki, bizim o Azərbaycanlıların belə savadlı, gözəl, deyərdim ki, çox səlis danışığını öyrənsinlər. Yəni, elə-belə məsələn də loru dilindən danışmaq ayrı şeydir. Yəni, televiziyada loru dilindən danışmazlar. Saya dilindən danışmazlar. Yəni ki, televiziya nədir? Məsələn, televiziyadır, radiodur və ya səhnəyə çıxanda bu şeylərin öz danışıq tərzi var. Bu cürə danışmaq lazımdır. Ondan başqa deyərdim ki, mən internetdə çox oluram. Hərdən baxıram, yaxşı yazılar da rast gəlir mənə, amma onlar çox az olur. Amma hərdən görürəm, məsələn, mən özümə aid demirəm, yəni başqa şeyləri də oxuyanda görürəm ki, çox özlərinə belə də açıqlığı icazə verir bəzi gənclər. Olmaz eləncik. Çünki bayaq dediniz xanımlar, bir şeylə razıyam xanımlar deyəndə ki, bu internetdə təkcə o kişi xeylağı deyil, qadınlar da orada otururlar. Qadınlar da oxuyurlar, görürlər. Həmin o, məsələn, orada mesajları, nələr, kommentariyalar və bu cürə. Ona görə mən elə gəl ki, bir Azərbaycanlı olduğumuza görə gəlir özümüzün ən yaxşı cəhətlərini təkcə danışıqda yox, yazılarımızda da onu həmişə riayət edəyik. Mən belə düşünürəm. Bəli. Aleksandr Düma o vaxt Azərbaycana gələndə gedib deyib ki, Qafqazda oldum, belə bir yerlə tanış oldum. Orada kişilərin əl sıxması, yəni kağızda müqavilə imzalamaqdan da qat-qat kəsərli idi. Yəni adam bəzən o dövrü xatırlayanda, yəni belə faktları eşidəndə üzülürük, darıxırıq, yalan nə deyim? Yəni düz deyirsiniz. Yəni məsələn, mən elə evdə eşitdiyim söhbətlərdəndir. Atam həmişə deyərdi ki, keçmişdə kağız yaz, ərizə yazmaq, ona kimsə söyləsin, qol çəkdirmək
elə şeylər deyir. Vardı, amma ki, onlara o qədər də önəm vermirdi cəmaət. Kişi sözü deyirdilər. Bəli. Məsələn, bir kişi deyən ki, məsələn, bilirlər ki, bu adam doğrudan kişi adamdır. Bunun sözü hər hansı bir imzadan kəsərirdi, yəni ki, keçəndir. Yəni ki, onun lazım deyirdi o adam, məsələn, nəsə kağız versin, imza atsın ona. Bu adam deyəndə ki, filan şey bəri olacaq, deməli olacaq. Bu adam bunu eləyirdi. Yəni, belə kişilər olublar. İndi belə adamlar, çox üzr istəyirəm, nəsə gözümə deymir. Valla elə bizim də. Eldar müəllim, həyatda kimə etibar edirsiniz? Mənim etibar ediyim adamlar həmişə olub, mənim ailə üzvlərim. Mənim atam olub, anam olub, qardaşlarım olub. Hal-hazırda bugün mənim etibar ediyim adamlar yoldaşımdır, evladlarımdır. İndi nə qədər hələ balacadırlar, ola biraz böyüyəndən sonra sağ qalsam onlara da etibar edəcəyəm. İnşallah, Allah ömür versin. Bu arada həm də siz xoşbəxt atasınız. Övladınızın, yəni yəqin ki, biz mətbuatdan oxuduq ki, övladınız... Birisi də tərdir, başa düşdüm. Mən uşaqlarıma həmişə demişəm ki, təhsilimiz olsun, savadımız olsun, təhsilli savadımız olsun. Yəni ki, bir söz, hər hansı bir insan vəzifəyə qoya bilərlər, çıxarda da bilərlər, amma savadın olanda sən həmişə hamıya lazımsa. Mənim üçün əsas odur ki, atam da o şeyi əsas tuturdu həyatda, o da bizi bu cürə öyrədib. Mən də o cürə uşaqlarımın səndə tərbiyə eləmişəm ki, savadları olsun. Savadı olandan sonra bunlar üçün hər bir qapı açıq olacaq. Əsas budur. Mən belə başa düşürəm ki, insan savadlanmalıdır, bilikli olmalıdır. Çünki savadlı adamlar, belə baxanda, güya ki, oxuyublar, institut tutarıblar, diplomları var, belə şeylər çoxdur. Amma işimin ustadı olasan, elə bir deyək, mütəxəssis olasan ki, sənə hər yerdə, hər zaman belə də səni gözləsinlər, səni istəsinlər. Bir yerdə işləyirsən, səni mütləq çağırmalıdır ki, bu yaxşı işçidir, bu mənə də lazımdır, bu cürə işçilər. Gərək elə olasan ki, səni həmişə istəsinlər, bu cürə. Necə ata olmusunuz? Yəni, əzazil olmamışsınız ki, elə bilirəm ki, çox sərt ata olmusunuz. Yox. O, hərdən Bəxt Hüseyn'də bir yer var, orada Cahangir deyir ki, Arif Quliyevə, Pabolşi zəhirmi arazat. Məndə də şeylər yoxdur. Mən xoşlamıram acığı, acı-acı danışmaq, acı-acı kimlərsə. Laf istərəndə də görürsən, laf şeyəndə çalışıram, zarafata verim, o ilə sağıram, yəni, bu söhbəti. Yəni ki, bir sənə tərdi uşaqların üstünə qışqırmaq olmaz. Bizim evdə, bizim ata-anamız üstümüzə qışqırıb eləməyiblər, bizə acıqlanmayıblər. Məsələn, atamın bircə bir dənə baxışı bizə besidir, məsələn, nədənsə razı deyildi. Bir belə baxardı, başa düşürdük ki, düz eləməmişik. Özümüzə yer axtarırdıq ki, gedək gizlənək, onun gözünə görünməyək. Amma üzümüzə vurmazdı heç vaxt ki, filan şey düz eləmədi, niyə bəlirdi. Ömründə deməzdi, o həmişə deyirdi ki, özümüz vaxtı gələndə başa düşək ki, düz eləməmişik neysə. Mən də uşaqlarıma inanıram, yəni ki, indi gəlib çatmışam bu yaşa, mən hərdən elə şeylər var ki, mən onlarla məsləhət görürəm. Çünki deyirəm ki, necə baxırsınız, artıq yekə kişidirlər hamısı, ağıllı, savadlı uşaqlardılar. Ona görə mənim onlara ehtiyacım var o barədə ki, onların məsləhətinə. Nəyə görə? Onlar bugünkü zamanda, başqa zamandır indi, bugünkü zamanda yaşayırlar. Bugünkü zaman mənim zamanım deyil. Mənim cavanlıq vaxtım təxminən 60-cı, 70-ci, 80-ci illərdir məsələn. Amma onlar bugünkü bu dövrdə yaşayırlar. Ona görə onlar bu dövrü məndən yaxşı tanıyırlar, bilirlər. Dövrün dilini daha yaxşı bilirlər. Leonardo da Vinci deyib ki, sadəlik ən belə qəliz mürəkkəblikdir. Razılaşırsınızmı bu fikirlə? Mənim üçün deyib də onu deyəsən də, belə çıxırdı. Elə mən onu düşündüm, yazdım o sualı. İnsan sadə olmalıdır da. Yəni ki, məsələn, mən belə baxıram, bəzi adamlar var, görürsən ki, indi sənətdə bir-iki addım qalxıb yuxarı, deyəsən, həyatda bir-iki vəzifə qalxıb yuxarı, o saat buna baxsan, bunun geyimi dəyişir, bunun duruşu, baxışı, cəmaatı bir balaca yuxarıdan aşağı baxır, belə özünü, məsələn, əgər belə də ciddi deyilsən, özünü başlayır ciddi göstərməyə. Mənə gəlir ki, insan necə var, elə də qalmalıdır.
İnsan sadə olmalıdır. Sadə o demək deyir ki, sən əfəlsən, yoxsa nəsə belə bir şey. Məsələn, mən tanıyırdım, məsələn, Qara Fikrət Əmirov böyük şəxsiyyətlərdir, amma eyni zamanda çox sadə adamlardılar, nə barədə. Sadə danışdı, hər bir adamla, yəni ki, özündən, görsən, cavanı ilə də, məsələn, vəzifədə özündən aşağısı ilə də, bu adamlar çox deyərdim ki, sən sərbəst danışırdılar, onlara da imkan verdi, sərbəst danışsınlar. Niyə görə? Çünki insanla insan kimi danışmaq lazımdır. Yəni ki, belə, məndən aşağı vəzifədəsən, mən deyirəm, belə eləməlidir, düzgün deyir. Həyatda nədən qorxursunuz? Ola bilər tək qalmaqdan, yalnızlıqdan. Yox, yaradıcı adamlar yaradıcılıqla məşğul olan zaman tək olmalıdır. Yanında heç kim olmamalıdır, sakitlik olmalıdır. Yəni o not kağızıdır, qələmdir, pianodur, bir də sənsən. Başqa heç kim, yəni ki, hərdən məsələn də baxıram, görürüm də kinoza çəkəndə yaradıcı adamlar. Yanında çayı var, konfeti var, məndən neyi var, kalbasa çörəyi var. Bu yaradıcılıqla elə məşğul olurlar. Yəni ki, yaradıcılıq gələndə sən onsuz da tək olmalısan. Çünki onu kollektiv yazmırsan sən o əsəri. O kollektiv gəlmir sənin üçün, o hardansa gəlir, təkcə sənə gəlir. Onu da gələndə görsən ya qapını aralayır, gəlir sənin üstün, mən obrazla danışıram. Bəli, bəli. Və yaxud görsən ki, qapını açıb birbaşa elə girir içəri. Gəldim. İndi oturub yaz ki, belə bir şey də olur. İnsan, yəni ki, yaradıcılıqda tək olmalıdır. Amma mən xoşlayıram həmişə ətrafımda mənim istədiyim adamlar olsunlar. Təkliyi xoşlamıram belə baxanda. Qabaq bir arada gedirdim, məsələn, xoşlayırdım, o da təkliyi yox, mən xoşlayırdım təbiətin səsini. Yəni, hələ 90-cı illərdən əvvəl, sonra 90-ların da əvvəllərində gedirdim Işıqov bizim çimərliyinə, onda hasarlar zadlar yox idi. Maşını sürürdüm, gedirdim ora, dənizin kənarına otururdum. Dənizin ləpələrinin səsi qulaq asırdım. Mən xoşlayıram sakitliyə qulaq asmaq. Belə baxanda deyərsiniz ki, musiqiçidir, musiqiyə qulaq asım. Çox qulaq asmışam musiqiyə. İndi sakitliyi axtarıram, təbiətin səslərini. Məsələn, mənə ləzzət edir, mən yağışın damcı, məsələn, gəlirsə, pəncərəni vurur, məsələn, yağış. Bir də görsən, xoşuma gəlir, məsələn, dənizin ləpələri. Yaydadır ki, ərlər xüsus quşların cəhcəxi mənim çox xoşuma gəlir. Bunlar əsasdır. Bax, belə də, yəni ki, o qədər də mən təkliyi xoşlamıram. Deyim ki, qorxuram, yox, qorxmuram, amma xoşlamıram təkliyi. Təkliyi ancaq o zaman mən qəbul edirəm ki, yaradıcılıqla məşğul oluram. Belə. Dostlarınız varmı? Əvvəllər Vahid Poeziya evinə yığışardılar orada, yaradıcı insanlar. Heç getdiyiniz olub mu oraya? Yox, Vahid yox, orada sonra dedilər Vahid Poeziya verirdi. Filarmoniyanın bağı deyirdilər. Bəli. Musiqiçilərin yeri idi. Orada xalq musiqiçiləri yığışırdılar. Tar çalanlar, kaman çalanlar, xanəndələr, onlar yığılırdılar. Məsələn, sonra Əzimzadə bağı deyirlər, Afmolun arxasında, Nizami Kino Teatrından biraz yuxarıda. Orada yığılırdılar. Balaban çalanlar, zurna çalanlar, nağaraçılar, onlar orada toplaşırdılar. Estrada musiqiçiləri deyərdim ki, mən 68-69-cu ildən o vaxtı qruplarda çalanda, onda gördüm mən. Adətən qabaq sahil restoranı var, restoranı vardı, yanında çayxana vardı. Bulvarda, keçmişdə gözəldir ora. Bir də estrada çalıb oxuyanlar hamısı oraya yığışardılar. Amma gözəl idi də, yəni kim öz komandasını harada istəyirsə, ora gəlib yığışırdı. Kim kimi istəyirdi görmək, gəldi orada görürdü. Və məsələn, keçmişdə Bakılar ən çox gezdiyi yer bulvardan çox Targov küçə idi. Targov küçə deyərim ki, Bakının bir nömrəli mərkəzidir. Düzdür, deyirlər, poçtanla sayılır birinci yer. Məsələn, biri deyir dəniz kənarı bulvar, biri deyir məndən telefonlu küçə, biri deyir. Mən deyərəm ki, Bakının göz mıncıqısı, ən gözəl gezməli yeri Targov küçədir. İllərlə görmədiyim adamları hərdən gördüm orada.
İndi daha o şeylər yoxdur da, indi o adamlar yoxdur. Hə, o adamlar yoxdur, amma belə gəzib eləyirsiniz orada. Gedirəm. Məsələn, İçəri şəhər bilirəm ki, sizin ata-baba yurdunuz şəhər olub. gedirəm, özləri gedəndə həmişə İçəri şəhər, Tarkovunu mütləq gedirəm. Yəni bu 2 dənə marşrut mənim daimi gedib gəldiyim yerlərdir. Bulvar biraz çox uzundur ya, oraya gedib hərəm-hərəm getmək olmur. Həm də ki bu maşın yol elə eləyiblər ki, hərəm-hərəm yolu keçmək olmur. Bəli. Keçməkdən ötürü bulvardan küçəyə bu tərəfə, küçənin bu tərəfinə. Keçidlə Gərək gedəsən neçə kilometr, mən də o qədər gezməyə halım yoxdur mənim. Ona görə bulvara getmirəm. Amma bu küçələr kiçikdirlər. İçəri şəhərdir, Targovudur. Belə də ən çox xoşladığım gezməli yerlər olardı. Özü də baxıram, hələ adam da yaxınlaşır, o gəlir, yaxınlaşır, nəsə soruşur. Bu biri gəlir, gəl şəkil çəkdirir, eləyir. Heç vaxt heç kimə yox demirəm, gəlin, nə istəyirsiniz, gəl eləyək. Hərdən mənim yanıma jurnalistlər gəlir. Daha sonra jurnalist adı ilə kimlərsə gəlirlər, jurnalist deyirlər. Bəli. Görürəm, nəsə məndən danışmaq istəyirlər, sual verir. Kimlərsə yazıblar suallar, görürəm, onları oxuyur mənə. Deyirəm, sənin o sualın yoxdur, mənə sual verəsən. Bu nə demək, bu kitab cümlələrini oxuyursan. Yəni, bunlara baxıram mən. Görüb cavab verə bilmir. Deyirəm, yaxşı, sən bilirsən mən kiməm? Deyir, hə, bilirəm. Kiməm? Deyir, Eldar Mansur. Eldar Mansur kimdə? Bəstəkarsın da. Deyim, lap yaxşı. Bunu əzbərləmişsən. Dedim, mənim hansı musiqilərim bilirsən? Mahnılarım. Birinin ikisinin adını çək də. Görüb gözlərini döyür, baxır mənə. Bu adam bilmir ki, mən nə yazmışam, nə yazmamışam. Da özüm soruşurum. Deyirəm, bayatlar eşitmirsən? Deyir, hə. Deyirəm, kim oxuyur? Baxır, onu da bilmir kim oxuyur. Deyirəm, yarın mən deyər, sən də eşitmirsən, deyir, hə, yalandan deyir, hə. Bəlkə həyəcanlanıblar sizi görüb. Yox, həyəcan deyir. Mən bu qədər xam oldum ki, mən həyəcanla savadsızı görüm kimdir. Eldar müəllim, ümumiyyətlə gündəlik istəyərdim ki, idmanla məşğul olursunuzmu? Rejiminiz necədir? Sizi bir də belə tanısaq, bir sıravi insan olaraq özünüzə necə baxırsınız? Yoxsa yəni yalnız işlə məşğulsuz, özünüzü unutmusunuz? Yəni maraqlıdır. Yox. Özümü unutmamışam, özümə baxıram ki, çox yaşamaq üçün gərək özümə baxasan, fikir verirsən. İdmanla qabağa məşğul olurdum. Hətta 60 yaşına qədər futbolda oynamışam. Sonra ki, bir günləri oğlum da oturmuşdu orada. Gördü ki, topu nafason vurdular, mən də qapçı idim. Topu tutanda tutdum, daha doğrusu topla qarışıq qapının içine girdim. O dedi ki, baba ikinci dəfədə belə bir zərbə eləsələr, bir yerimi sındıracaqsa, onları qoy bunu qırağa, koydum qırağa futbolda. Yəni belə evdə hərdən oturmuşam, o trenajör kimi şeylər var evdə. O trenajörlərdə hərdən nəsə eləyirəm. Belə, adətən belə çox belə aktiv həyat sürmürəm, yəni ki, adam var gedir bulvarda qaçış eləyir, adam var məsələn tanıyıram ki, oturur o telefonda şey var, göstərir neçə kilometr gezib bu. Bəli, bəli. Görürəm, gündə 10 kilometr gezirəm, valla mən özümə yazığım gəlir, mən o qədər gezə bilmərəm. Mənə lazım da deyir, o qədər gezmək. Və belə. Yaxşı dostlarım var, tez-tez onlarla görüşürük. Məsələn, kimlər? Tanıdıqlarımızdan kimlər var dostlarınızdan? Çox adam var, intihası adlarını çəkməyəcəyəm. Hamısı tanımışlar da, çünki mesela aramızda o söhbət yoxdur ki, məsələn, bu filan vəzifədədir, bu belədən. Elə hamı bir-birini doğrudan xətrini istəyir o vəzifələrsiz, hamı bir-birini xətrini istəyir o biri obursundan yüksək və yaxud aşağı belə münasibət yoxdur. Hamımız eyni orada. Amma hamımız deyərim ki, yaşıdlarıq və o yaşıdların bir-birindən sözü tutur. Yeni insanlar tanımaq istəyirsinizmi? Məsələn, çevrənizə yeni insanlar dəvət eləmək istəyirsinizmi? Ümumiyyətlə, sizinlə dost olmaq üçün insanda hansı keyfiyyət olmalıdır? Mənə yaxın olmalıdır ruhən. O adamlarla mənim söhbətim tutur. Amma yeni istəmirəm. Yəni ki, yenilər çoxdur, yenilər biraz onların dünya görüşü başqadır. Onların bizlərə, yəni ki, mənim yaşda olan adamlara münasibəti biraz başqa cürə olur onların. Amma mənim öz taytuşumla olan münasibətlər mənim üçün daha maraqlıdır. Var,
bir neçə nəfər yaxşı cavan yoldaşlardır. Cavan deyəndə hələ o qədər də cavan deyil, amma mənim üçün cavandır belə 40-50 yaşında cavan uşaqlar, onlarla da söhbətim tutur. Onları da necə, onları çoxdan tanıyıram. Ona görə onlarla dostluğu davam edirəm. Amma yeni adamlarla dostluq olmur artıq. Dost olar 2 nəfər, 3 nəfər, lap uzağı məsələndə bizim çevrəmizdə olan yaşıdlarımızda 5 nəfər, ondan artıq yox. Eldar müəllim, bir sual da verəcəm sizə. Əslində bu sualı verməsəm olmaz. Hazırda mədəniyyətimiz demirəm, amma televiziyalarda olan musiqilər və kütləvi insanların kütləvi şəkildə axın etdikləri musiqilər elə bərbaddır ki, sanki bir günlük, bir həftəlik, hətta bir aylıq mahnılardır, belə deyərdim. Ümumiyyətlə bu mənzərənin sonunu necə görürsünüz? Heç necə. Bunun sonu yoxdur. Bu hər zaman olur, yəni ki, bu son neçə illərdə və davam edəcək bu. Yəni ki, yaxşı musiqilər get-gedə azalır. Yaxşı musiqilər dönüb olub bir üstünəcə böyle əl çatmaz bir şey. Yəni ki, keçmişdə məsələn oxuyurdu Rəşid Beybutovun oxuduğu. Məsələn, Lütfi Əlimanov mahnılar oxuyurdu o vaxtda, xalq mahnıları idi, bəstəkar mahnıları. O yazığın oxuduğu mahnılar hamısı unutulub, oxunmur. Rəşid Beybutovun o qədər mahnıları var, tək-tək mahnıları oxunur hər zaman. Müslüm Ağamayev nə qədər mahnılar oxuyub, belə bir dənə Amore, başqa şey yoxdur elə bir. Bir dənə bunu verirlər səhərdə açıb bütün kanallar, cavan uşaqlar da kim götürür oxumağı, götürüb yalnız bu mahnını götürüb oxuyurlar. Amma yaxşı mahnılarımız çoxdur, niyə? Açın, baxın da görün nə qədər bəstəkarlar olub. Görün nə qədər musiqilər yazılıb. Cahangir Cahangirov yazıb, Zakir Bağırov yazıb, Tofiq Quliyevin hələ hamısı 3 dənə, 5 dənə mahnısını oxuyurlar. Tofiq Quliyev nə qədər onlarla mahnısı var, özü çox gözəl mahnıları var. Əmin Sabitoğlu'nun mahnıları nə qədər qalıb. Gör, bunları oxumurlar. Nə oxuyurlar hamısı? Bayaq dediyim kimi bir saatlıq mahnılar oxuyurlar. İndi onları da qınamıram, bunların bu xoşuna gəlir. Telekanallardır, radyo kanallardır, bunları verirlər ki, bəlkə reyting zad qazansınlar, neynəsinlər. Mən məsələn dəfələrlə tanış kanallarda vardı, radyolar, kiminlə seçləmişəm, bir mahnı yazmışam. Zəng yeyib deyirəm ki, bəs filan kesin ifasında bir dənə belə mahnım var. Bunu bir daha verə bilərsiniz radyoda. Hə, verər Eldar müəllim. Oturub gözləyirəm, xəbər yoxdur. 1 gün, 2 gün, 3 gün, 5 gün, bir həftə. Deyirəm, hə verəcəyik, yer axtarırıq harada. Mənim mahnımı vermək üçün bunların o qədər yerləri hamısı doludur ki, mən bir dənə mahnımı da normal ifasının ifasında verməkdən ötürü bunlar deşik axtarırlar ki, mənim mahnımı arası olsunlar, orada göstərsinlər. Ona görə bu davam edəcək. Bugünün deyərdim ki, həqiqəti budur. Ona görə məndən başqa şey gözləməyin. Eldar müəllim, bəs belə müğənnilərdə müraciət edənlər var, Eldar müəllim? Yəni müəyyən qanararın müqabilində mahnı sifariş versinlər, istəsinlər. Mən qanararla heç kimə heç nə yazmıram. Yazmırsınız. Mahnılar deyəm ki, bacarızda. Yəni, məsələn, mahnılarım var, vaxtı kiməsi vermişəm, oxuyub. Ya adam yoxdur, ya ölüb gedib, ya görsən ki, buradan Azərbaycandan çıxıb gedib. Yoxdur bu adamlar, mahnılar qalıblar. Niyə yatıb qalmalıdır? Özü yaxşı mahnılar olub, vaxtında populyar olublar. Onları təzədən reanimasiya etmək lazımdır, o mahnıları. Verirəm, məsələn, çox yaxşı müğənnilər var indi. Mənim xoşuma gələn intihası, nədənsə o müğənnilər telekanallara çıxmırlar, telekanallara buraxmırlar. Ya telekanalların nəsə başqa bir fikri var onlar haqqında. Bax belə, amma ki, mən kim gəlir, heç kimə yox demirəm. Mən mahnılarımı hər zaman veririm onlara. Eldar müəllim, yaşamağı sevirsinizmi? Həyatı sevirsinizmi? Sən mənə bir dənə adam tapdın ki, mən yaşamağı sevmirəm. O qədər adam var ki. Yox, mən onlardan deyirəm. Səhər açılanda, səhər açıldı deyə, yəni, necə deyim, kədərə, qəmə batan insanlar var. Sinə gərə bilmir həyatın ağırlığına. Mən elə adamlarla nə oturub dururam, nə də ki, elə adamlarla tanış olmaq istəyərdim. Bunlar bir dənə şey başa düşməlidirlər ki, bu həyata insan bir dəfə gəlir. Ata, ana səni götürüb gəlir bu həyata, sənin üçün arzulayırlar. Hamısı gözəl gələcək, gözəl günlər, xoşbaxt günlər. Və sən gəlirsən, deyirsən ki, belə, hər bir insanın deyər ki, Allah Teala ona
baş verib, əl, ayaq verib, ağıl verib, işlədikdən də əgər çətinliklər içindəsə, hər bir çətinlikdən çıxış yolu var. Bəli. Ölümdən çıxış yolu yoxdur. Ona görə özünə ölüm arzulayan düzgün deyil. Mən ola heç qəbul eləmirəm o adamları. Çox sağ olun bugün studiyamıza gəldiyiniz üçün. Sizə uzun və sağlam bir ömür arzu edirik. Yaşayın, yaradın, dinləyək, zövq alaq, sevək. Yaxşı ki varsınız, çox doğmasınız mənə və tamaşaçılarıma. Sağ olun, çox sağ olun. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkür edirəm. Dostlar, təşəkkür edirik diqqətiniz üçün. Gələn həftənin cümə günü yenə də qarşınızda olacağıq. Allah əmanət olun.